Hacı Şahin haqqında danışmaq istəyirəm. Hacı Şahin həqiqətən mən elə hesab edirəm ki, Allahın sevgili bəndələrindən olubdur. Qur'ani bir ifadə ilə axlı ulul əlbab, qəlbi mutmain olanlardan olubdur. Allah günahlarını bağışlasın, yeri cənnət olsun. İnşallah biz də cənnətə düşərik, o da cənnətə düşər, qonşuları orada. Mən Hacı Şahini 15-16 yaşımdan dinləməyə başladım. Lakin o dövrlərdə mən axla daha çox önəm verdim, qəlbə çox diqqət eləmədim. Və 20 il mən axılla, elmlə məşğul oldum, qəlbsiz. 20 ildən sonra Müşfiq Ötkünə rastlaşdım, Azərbaycanın böyük filosofu və Müşfiq Ötkün mənim qəlbimi yenidən diriltdi. Mən Hacı Şahinin videosunu qəlbim diriləndən sonra dinləməyə başlayanda gördüm ki, elə Hacı Şahin qəlbin dirilməsindən danışırmış. Allah günahlarını bağışlasın, yeri cənnət olsun.